Axır ki universitet vloqlarına qayıtdım. Salam əzizlərim, videoma xoş gəldiniz. Bugün sizi özümlə universitetə aparıram, lakin getdiyim yer Bakı Dövlət deyil. Çünki bizim korpusumuz təmir olunur və buna görə bizi Asiya Universitetinə köçürdüblər. Səhər yeməyimi yeyib, makyajımı eləyib universitetə yollanıram. Zaten bu universitetlə bizim universitetin tək ortaq nöqtəsi Beta kafesinin olmasıdır. O da ağ rəngdədir. Amma yenə yaxşıdır, çünki əvvəlki də çox qaranlıq idi. Yenə də ora bizə doğma idi. Nəysə artıq şikayət eləməyəcəm. Çayımı alıb qızlarla otururam. Sonra isə dərsə yollanırıq. Bu arada dərs olaraq nə keçirsiniz deyə soruşsaz, yumşaq bacarıqlar, sərt bacarıqlar və karyera planlaması, yəni hüquqla uzaqdan yaxından əlaqəsi olmayan fənlər. Bunun yerinə praktikamızı uzun eləsələr daha yaxşı olardı. Biraz da binamızdan danışım. Yəni bildiyiniz simple, düz, sadə. Daha necə izah eləyə bilərəm, özünüz görürsüz. Dərslər də dəhşət maraqlıdır. Dərsimiz bitən kimi evə yollanıram. Bu arada su çərşənbəniz mübarək olsun. Evə də qaydanda yolda güllər gördüm və birini aldım. Qırmızı olanın rəngi çox xoşuma gəlmişdi. İndi isə gəlin yatmazdan əvvəlki rutinimi birlikdə eləyək. Qarnirlə makyajımı çıxardıram, sonra da İsana ilə üzümü nəmləndirirəm. Klassik. Videom bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.